شانئك هو الأبتر. بسم الله الرحمن الرحیم. Peyğəmbər buyurur, mənim dinimin qalmağının rəmzi Fatimədir. Bütün insanlar xüsusilə İslam dünyasının qadınları üçün xanım Fatimə Zəhra nümunə və örnəkdir. Bütün peyğəmbərlərin hamısını Allah Fatimə Zəhranın adını dedirdi, ondan sonra nübüvvət ona verir. Allah Əlini, Fatiməni və onun balalarının bütün insanlara höccət qərar verir. Peyğəmbər Fatiməyə dedi, qızım, əgər möminlər Ümmü Sələmiyə, Xədiciyə ana deyirlər, mən də sənə ana deyirəm, ana deyirəm. Bir alimdən elə dünən axşam oxudum, bax bunu. Dünən axşam baxırdım ki, söhbəti hazırlayanda bu qabağıma çıxdı. Deyir ki, mənim etiqadım budur ki, harada səngəd edilsə, harada olur olsun. İmam Hüseyn edilsə, onun müsibəti zikr olunsa, İmam Hüseynin hərəmi hökmündədir. Hərəmi hökmündədir. Yəni orada daxil olanda elə bil ki, hərəmə gəlmirsən. Fazıllah Behçət də deyir ki, hər müsibət məclisi bir Kərbəla ziyarətidir. Fikir də versəz, ora gedənlər bilir, eyni fəza yaranır. Kərbəlanın fəzası gəlir məclisdən oxşar olur. Çünki bunlar hansı Allahın sübutudur, bunlar hansı haqqın həqiqəti. Bu haldır da bunun üçün süni yaradan məsələn. Girirsən, görürsən, Kərbəlanın əsri gəlir bir İmam Hüseyin məclisində. O hallar ki, sən keçirdirsən, eyni ilə o hərəmdə olan hala bənzəyir. Ona görə deyirlər, həftəlik məclis keçirdir. Həftəlik. Həftəni keçmir. Bir həftə keçməsin ki, İmam Hüseyni yad edin. Çünki başqa yolu yoxdur. Evdə 5 nəfərlə, öz ailənlə belə olsun. 2 nəfər dostunla belə olsun. 3 nəfər dostunla belə olsun. Haradasa bir şey təşkil edin, xanım Zəhradan qalıb bu adət. Həzrət Zəhra hər həftə Həzrət Həmzənin qəbrinə gedərdi. Artıq getməyəndə bizlər də dura bilmir, xəstədir, yatağından dura bilmir. İmam Sadiq Əleyhisselam deyir ki, istəyirsən mələklərlə görüşəsən, deyir, bəli ağa. Deyir, cümə gecəsi Hüseyni ziyarət elə. İstəyirsən bütün peyğəmbərlərlə əl verib görüşəsən, deyir, bəli. Deyir, cümə gecəsi Hüseyni ziyarət elə. İstəyirsən Əli və övladları ilə əl verib görüşəsən, deyir, bəli. Bir cümə gecəsi Cəddim Hüseyni ziyarət elə. Deyir, biraz diyandı. Diyanmağından başa düşdüm ki, mühüm söz deyəcək. Diyandı deyir biraz, sonra dedi ki, istəyirsən Allahla görüşəsən? Deyirdim, nəam. Bəli. Dedi, cümə gecəsi Cəddim Hüseyni ziyarət elə. Sonra dedi ki, mən zarəl Hüseyn bi Kərbəla kəmən zarəllah bi ərşih. Kim Hüseyni Kərbəlada ziyarət eləsə, elə bil ərşində Allahı ziyarət edib. Qəti baxan adamlar, naqis düşüncəli adamlar dərhal deyir ki, şirk, bunlar Hüseyni Allah elədir. Başa düşür ki, biz yəni Allaha aparıb əlvi bağlayır. Əlvi qoyur Allahın əlinə məcazı desək. Aparır Allaha doğru səni. Hüseyni ziyarət eləyən Allahı ziyarət eləyib, yəni Hüseyn səni sürətlə Allaha qovuşdurur. Məsələn, sədəqə nəfslə mübarizədir. Sədəqə vermir, özünə yox deyə bilmir. Məcbur olacaq, rüşvət verəcək. Yenə də özü ilə mübarizə aparacaq, amma burada versəydi bir hüzur əldə eləyəcəkdi, bir sevinc əldə eləyəcəkdi, kiməsə kömək elədi. Burada, üzr istəyirəm, ürəyində söyə-söyə verir, amma yenə də həmin mübarizədir. Kimsə mübarizədən məhər boyun qasırda bilər, yenə həmin mübarizədir. O məbləğdə, o miqdarda pulu kiməsə verəcək, başqa yolu da olmayacaq, həyat onu ilə dalana sıxacaq ki, onu verməyə məhkum olacaq, mübarizə aparacaq özü ilə, könülsüz aparacaq bu mübarizəni, bu mübarizənin nuraniyyəti olmayacaq, axırda da əzaba aparacaq bunu, amma yenə də mübarizə prinsipindən Allah əl çəkməyəcək. Mümkün deyil. Bu, din məsələsi deyil, bu həyatın qanunudur.
Mən neçə dəfə işarə eləmişəm, bilirəm yenə də ailələrdən narazılıq var deyə, mövzumuza aid olmasa da mən yenə də bunu vurğulamaq istəyirəm. Bir cavan oğlan, bir yaşlı adam kim olursa olsun, ata-anası ondan narazıdırsa, ata-anaya uf deyibsə belə, ürəyini sındırıbsa, gəlib ibadət eləyirsə, yəqin bilsin Allah qəbul eləmir. Bunu mən yəqin sizə deyirəm. Ata-ananın narazı olduğu övladın əməlini Allah qəbul eləməz. Hədisdə var, bu adam nəinki cənnətə getməz, heç cənnətin iyini hiss eləməz. Ata haqq da olsa, nahaq da olsa. Haqq, nahaq mövzusu ata-anaya aiddir. Ata haqq deyir, nahaq deyir. Ataya itaət vacibdir, istisna bir dənə budur ki, Allahın vacib buyurduğu və haram buyurduğu istisna. Bundan qeyri bütün hallarda ata-ananın sözü övlad üçün qanundur. İnsan Kərbəlaya gedə, Məşədə gedə, ata-ana narazıdırsa getməyinə nəinki savab qazanmaz, günah yazılar o Kərbəla səfərindən, namə əməlindən. Ata-ananın haqqı çox böyükdür insanın boynunda, çox mühümdür. Ona görə də deyir, hətta baxışınla əziyyət eləsin, uf deməklə əziyyət eləsin, bil ki, səni halal eləməyənəcən sənin ibadətin qəbul olmaz. Və ən böyük, ən şirin ibadətlərdən biri adam ata-anasına xidmət eləyər. Heç bir ibadətin o qədər savabı yoxdur ki, insan ata-anasının xidmətində olar. Bu çox böyük savabdır. Allah deyir, xüsusi hədiyyələr göndərir bu bəndələrinə. Güman eləmədiyi yerdən elə hədiyyələr verir ki, insan gözləmir. Nə üçün? Atasının, anasının xidmətində olması üçün. Bu çox mühüm məsələdir. Ustadın insanın boynunda haqqı var. Əli əleyhissalam buyurub, bir adam mənə bir dənə hədis dedisə, məni özünə qul elədi, bir hərif öyrətdirsə. Deyib eşidənin bir-birinin boynunda haqqı var. Qonşunun insanın boynunda haqqı var. Qohumun, yəni bütün haqlar qarşılıqlıdır və Allahın da haqqı insanların boynunda çox böyükdür. Yəni hesablamaq mümkündür. Necə deyəsən Allahın bizim boynumuzda nə qədər haqqı var? Allah varlığımızı bizə bəxş eləyib. Bütün vücudumuzu bizə ehsan eləyib. Saysız hesabsız neymətlər. Günəş ətrafına yer fırlanır, bil ki, sənə görədir bu. Allah buyurur, onların hamısını sənə görə yarattın. Bu təbiətdə bu qədər hadisə baş verir, o aləmlər hamısı sən insan üçündür. Görün, nə qədər böyük haqqı var bizim boynumuzda. Və insan heç bir əməllə bunun qarşılığını verə bilməz. Nə inirsə eləsin, insan acizdir bunun qarşılığını ödəməkdə. Keçən həftə mən dedim, Peyğəmbər o əzəmətdə insan ömrünün son anlarında deyirdi ki, ilahi sənə layiq olduğun kimi ibadət eləyə bilmədim. Çünki Allahın bizim boynumuzda vəzif haqlarından biri budur ki, biz ona ibadət eləyək. Bəzi adamlar deyir, niyə ibadət eləmişsən? Deyir, vaxtım yoxdur. O iş üçün ki, onu bu dünyaya göndəriblər, ibadət üçün göndəriblər, deyir, ona vaxtım yoxdur. Ondan başqa hər şeyə vaxtı var. Allah buyurur, sizi ibadət üçün yaratmışam. Bir insan ki, onu ibadət üçün dünyaya göndəriblər, o şey üçün ki, gəlib, ondan başqa hər şeyə vaxt tapır, onu eləmir. Elə bil, şagirdi məktəbə göndərirsən, dərs oxumağa gedir. Məktəb nə üçün dərs oxumaq üçün? Deyirsən, ay bala, dərs oxu, deyir, ata vaxtım yoxdur. Oynamağa vaxt tapır, yeməyə, hər şeyə vaxt tapır, amma dərs oxumağa vaxt tapmır. O üzrü müəllim qəbul eləməz ki, dərs oxumağa vaxtım yox. Çünki məktəb dərs oxumaq yeridir. Dünyada ibadət üçün insanlar gəlir. Qurbətən ilallah bunu eləyirəm. Bunların hamısının vaxtında, yerində ibadət savabı var. Yəni, ibadət deyəndə məqsəd olmasın ki, elə namazdır. Yox. Adam gedər, məsələn, dostu ilə də gəzəndə bir niyyət eləyər, qurbətən ilallah. Çünki dincəlmək də lazımdır. Mən də öz keyfimə yox, sənə görə dincəlirəm. Ki, mənim qüvvəm olsun, sənin işində çalışın. Bax, bu niyyətləri eləyər. İndi buradan çıxdı, kim hara getdi? O, neçə dəqiqəni ki, orada keçirdəcək. Biri üçün bərəkətli oldu, biri üçün yox, boş oldu. Getdi günah dalıydı, məsələn, Allah eləməsin. Və ya günah da olmasa, boş-boş danışdı, boş söz ömrü keçdi. Bərəkətli ömür, o ömürdür ki, insan özünə fayda çox götürür ömürdən və başqalarına da fayda çox verər. Başqalarına fayda verən nədir? O budur. Adam var, namaz qılır özünə görə, özü üçün. Namaz qılır, heç kəsin işi yoxdur, namazını qılır, orucunu tutur və öz işlərini görür. Günah da eləmir məsələn. Amma başqaları ilə bunun işi yox, getsin təbliğ eləsin, başqasına dinə gətirsin. Bu şeyləri eləmir. Bunun ömrü bərəkətli ömürdür, bu bərəkətsiz ömürdür.
Mübarək ömür dövrü. Bundan xeyir dəymədi başqa adamlara. Bərəkətli ömür odur ki, onun hər dəqiqəsi, hər anında işlər görə ancaq axirət nöqteyi nəzərindən. Bəzi gətirir, konsert təşkil edir məsələn. Gətirir, orada haram-haram mahnılar oxunur məsələn. Deyir ki, mən hamıya yaxşılıq edirəm. Məsələn, yığır da bir cəmaatdan laf tutaq ki, pulsuz konsert verir. Yaxşılıq budur, yaxşılıq budur ki, bir cəmaata bir iş görəsən ki, cəmaat axirət qazancı olsun ondan. Cəmaatın axirət qazancına məsələn, səbəb olan əməllər bərəkətli əməllərdir, xeyirli əməllərdir. Qonşusuna təbliğ eləyir. Özü gələndə birini də yanı ilə gətirir ki, o da eşitsin, o da hidayət olsun. Elə bundan hamı xeyir görür və bu işlərin hamısında Allaha görə eləyir. Bu adamın ömrü bərəkətli ömürdür. Deməli, bir dənə hələ cümlə ki deyir, o adam ki namaz qılmaz və yaxud namazına yüngül baxar, Allah onun ömrünün bərəkətini azaldar. O adamın ömrü çoxu boş yerə keçər və qiyamət günü yaşadığına görə peşman olar. Kəş mən tez ölərdim, əzabım biraz az olar. İnsanın həyatı onda qiymətlidir ki, insan savab eləyər. Qiyamət günü biz ki, məsələn, bəzən bir Allah içirlər, məsələn, məclisdə də eşitmişsiniz, ən gözəl neymət nəyəsə ayrılar deyir, ən gözəl neymət, mən dəfələrlə eşitmişəm, can sağlığı. Ən gözəl neymət. Can sağlığıdır. Allah canınızı sağ eləsin. Başa düşmür ki, sənin kimi yaşamaqdansa ölüm ondan yaxşıdır ki, sən sabah genə içəcəksən, o bir günün nə can sağlığı istəyirsən, sən özür ki, gedib cəhənnəmin odunu olacaqsan axırda, o içdiyin içkiləri burnundan gətirəcəklər. Sən elə bu gün öl sabaha sağ çıxmadı, dua elə ki, Allah sabaha bizi çıxartma ki, sabah günahımız biraz artıracaq. Nə can sağlığı arzulayırsan, nəyi neymətdir? Sənin həyatın və yaxud məsələn bir dənə pişiyin həyatı, heç fərqi yoxdur. Pisədə gəzən, heç bir fərqi yoxdur səninlə onda. Ondan da fayda yoxdur özünə, səndən də fayda yoxdur. Elədir sən oturursan, dua edir, can sağlığı. O qiyamət günü deyir, kaş ömrüm qısa olardı mənim. 50 il içməzdim, 10 il içərdim məsələn, 10 il içməyin əzabını görərdim. 50 ildir mən ömrümü içkidə, haramda keçirmişəm məsələn. Amma siz dua eləyə bilərsiniz. Dua eləyə bilərsiniz ki, Allah mənim ömrümü uzun və bərəkətli elə. Uzun elə, bərəkətli elə ki, mən bu ömrümdən çox savab qazanım və cənnətin lap yüksək məqamını əldə edeyim. Deməyin ki, Allah bəzisi deyir ki, ölüm istəyim. Yox, ölüm istəmək lazımdır. Dünən ki, Allah ömrümü uzun elə, bərəkətli elə, bu dünyada mən elə yaşayayım ki, qiyamətdə bu ömrümün saatları mənim xeyrimə olsun hamısı. Bax, bu cür ömür deyirlər, bərəkətli ömür. Bu bir. Mən de bunun hamısını saya bilməyəcəm. Bugün mən istədim hamısını sayayım, vaxt çox aparar. Dünyadakı təsirlərini deyim və tamamlayaq, qalsın qalanları. Birinci dünyavi təsiri Allah ömrünün bərəkətini azaldar. İkincisi, ruzudan bərəkətini alar. Allah onun ruzusinin bərəkətini alar. Bu da özü də bir bəhsdir. Ruzu var, bərəkətlidir. Qazanc var, bərəkətlidir. Bərəkətli ruzu nədir? O ruzu ki, onun vasitəsi ilə cənnət qazanırlar, o ruzu bərəkətlidir. Aydındır. O ruzu ki, onun vasitəsi ilə cənnət qazanırlar. Həzrət Ali götürürdü pulunu əlinə səhər duranda. Deyirdi, sən nə qədər xərclənməmsən, mənə fayda gətirmədir. Səni mən gərək xərcləyəm Allah yolunda ki, sən dönüb olasan cənnət neymət. Onu da bilərəm, sən mənə fayda gətirdin. Nə qədər cibimdəsən, sən mənə fayda gətirməmsən. Ancaq bunu başa düşür bəzi ki, yəni təbii ki, pul xərclənməsə fayda gətirməz. Bəzi elə başa düşür, o dünyavi nöqteyi nəzərdən deyir. Götürüb tutur əlində, deyir, sən nə qədər xərclənməmsən, mənə fayda gətirmədir. O dünyavi məqsəd demir. Yəni, insanın var dövləti onda bərəkətlidir ki, insan onu verə cənnət qazanır özünə. Məsələn, bir kasıba verə, yaxud ailəsini aparaq, Allaha görə, niyyətində. Gedən Muhammed və Ali Muhammed. Bu günlər inşallah İmam Rıza Əleyhisselamın bacısı Rəhmət xanımı ziyarətə gedirib, birdən bir mövsüm ağın ziyarətə. Bu ziyarətə gelmənizin məqsəd Mahsəmlə əlaqədərdir, İmam Hüseyin Əleyhisselamın şəhadəti ilə. Şimdi bu günləri bizim vəsələmizdən bir bu ki, İmam Hüseyin Əleyhisselamı tanıyaq. Yezdin özünü də tanımalıyıq. İmam Hüseyin Əleyhisselam kim idi? İmam Hüseyin İslam Peyğəmbər Məhəmməd Sallallahu nəvəsi. Əli Əleyhisselamla Xanım Fatimə Əleyhisselam Əleyhanın evladı. Yəni cənnət zamanlarının şahı. Peyğəmbər öz buyurmuş ki, Hüseyin məndəndir, mən də Hüseyindənəm. Yəni salavat Peyğəmbər al Peyğəmbərə. Allahümmə salli ala Muhammed
zali Muhammed. Salavat peygamber al peygambere. Allahümme salli ala Muhammed zali Muhammed. Nereye? Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala khayri halqihi Muhammedin ve alihi itrati tahiri. Ela la'netullahu adasim ecma'in ila qiyam yevmiddin. Bismillahirrahmanirrahim. İnna ataynakal kassara fesalli li rabbika zen'ar. İnna şaniyaka huvel ebter. Bismillahirrahmanirrahim. Amma ba'd. Aziz yoldaşlar, aziz kardeşler, ana bacılar, bu günleri İmam Hüseyin'in şehadetiyle alakadar olarak ki biz sefer eləmişik. Allah bu seferi kabul eləsin. Xudadan da aləm izzət cəlalına. Bu sefere gitmek her bir adama nasip olmaz. Bu sefere gitmek için gerek Allah Teala sana kısmet ediyor. Bu günlerdeki Allah Teala bu seferi bizlere kısmet edip bu seferle alakadar bu günleri biz yani gitmekte bir maksat var ki Hazreti Hüseyin kimliğinden asıl olmayarak onu tanımak lazımdır. Tanımak lazım içinde bir neçe yolları var Hazreti Hüseyin'i tanımakta. Bir neçe yolları var. O yollardan biri de gerek onun babası Peygamber Aleyhisselam'ı kabul edesen, ikinci atası Ali Aleyhisselam'ı kabul edesen, üçüncü anası Fatıma Aleyhisselam'ı kabul edesen ve ondan sonra sigara kalan o Ehl-i Beyt'in hamısını kabul edesen. Eğer biz Ehl-i Beyt'i kabul elemezsek, Ehl-i Beyt'i kabul elemezsek biz bu günleri bu ziyarete gitmeye bizim ihtiyarımız İslam'ın bir kurulmuş mektebiydi. Eğer o mektepten bizler ve bizlerden sonrakiler ders almasa geleceği nesil Hazreti Hüseyin'i tanımayacak. Neuzubillah. Ama Hazreti Hüseyin bir İslam'ın simboluydu. Simbol yani ki zaten İslam'ın görkemiydi. İslam'ın padişahıydı. Biz her tarafta diyoruz ki mezlum Hüseyin. Hüseyin mezlum olmuyor. Hüseyin şah olup. Hüseyin adaletli olup. Hüseyin ne üstte vuruşup. Hüseyin ne üstünde şehadete gidip. İnsanların geleceği nesil selamet kalmağından ötürü. Gelecek torpaqlarımızın elimizde olmaktan ötürü. Min il kul olmaktansa bir gün asuda yaşamaktan ötürü. Ki geleceği nesiller biz kul olmayaq. Kul olmamaktan ötürü. Geleceği nesli İslam'ı kurmaktan ötürü bak bu eziyete, ne oldu şehadete gitti. Ona göre de bu günleri her bir cavan, her bir ana bacı, her bir balalarımız, her bir yeni yetmelerimiz hamısı Hazreti Hüseyin'i tanımalıdır. Allah kabul etsin, Allah yaxşılıq etsin. Allah bütün duaları kabul etsin. İmam Hüseyin'in şəfayətini bizim üstümüzdən əski eləməsin. Tarix surəsi ayət 4'te buyurur ki, elə bir kimsə yoxdur ki, onun üstü və bir gözətçi mələyi olmasın. Və Qaf surəsi ayət 18'de buyurur ki, dediğin her sözü yazmak için onun yanında hazır durup gözleyen 2 melek vardır. Allah bütün dualarınızı kabul etsin, bütün xəstələrə şəfa versin, kimin üzərində hacətləri varsa o yerine getir. İlahi amin. Surəsi ayət 18'de qeyd olunur ki, yani bizim bütün əməllərimizi yazan, qeyd edən mələklər var. Hər nəfəsimizi də, hər kəlməmizi, sonra qiyamətdə o aldığımız nəfəsdə o kəlmələr də hamısı bizə göstəriləcək. Peygamber salavatullah buyurmuştur. Hüseyin aleyhisselam bendendir, ben Hüseyin'denem. Hüseyin ağlayan gözler kıyamet günü ağlamayacak. Bəli, Peygamber aleyhisselam, Peygamber sallallahu buyurur ki, Hüseyin aleyhisselam bendedir, ben de Hüseyin'denem. Çünkü Hüseyin bendendir, yani benim nevemdir. Ben Hüseyin'denem, ona göre ki, benim dinimi, kitabımı, Allah'ımı koyup sağlayan Hüseyin oldu. Hüseyin aleyhisselam oldu. Dur kardeşim, dur kardeşim. Bismillahirrahmanirrahim. Allah ziyaretimizi kabul eylesin. O gün olsun ki, bir ziyareti Kerbala'ya gidelim inşallah. Allah ziyaretimizi kabul eylesin. 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 Allah
Və Allah Teala Bəqərə surəsinin 153-cü ayəsində buyurur ki, ey iman gətirənlər, səbir və namazdan kömək istəyən ki, həqiqətən Allah səbir edənlərdir. Başqa bir ayədə buyurur ki, namaz qılın, zəkat verin və namaz qılanlarla namaz qılır bizdə. Çox sağ ol. Yəni bu namaz haqqında Allah köməyin olsun. Yəni bəziləri deyir ki, namaz haqqında ayələri bilmirlər. Sənin bu namaz haqqında dediyin ayələr yerinə tutub başlayın. Çox sağ ol. Əli qardaşım buyursa. Bismillahirrahmanirrahim. Peyğəmbər sallallahu buyurmuşdur. Övladını pis tərbiyə edərək valideynin üzünə qayıtmasına səbəb olan ata-anaya Allah lənət etsin. Həzrət Əli əleyhissalam buyurub, yedikləriniz aradan gedər, amma yedikləriniz qalar. Həzrət Əli əleyhissalam buyurmuşdur. Əgər bir insan həyası yoxdursa, ondan sonra nə qədər günah işlədirsə, etsin. Həzrət Əleyhisselam yenə buyurmuşdur. Söykənin həyası yoxdur. Selamun Aleyküm. Həzrət Əli Əleyhisselam buyurmuşdur ki, kərim insanlar cəmaata yemək verməkdən ləzzət alar. Fakir insanlar isə yeməkdən. Peyğəmbər salavatullah buyurur, oruç tutan yuxusu ibadət, onun nəfəsi isə Allah zikr etməkdir. Və Peyğəmbər evladı ağamızdır. Bu tanıma. Tamsın. Buyursun olmuş kardeşimizi. Bismillahirrahmanirrahim. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurmuştur. Kızım Fatıma benim ruhumun ve vücudumun bir parçasıdır. Sonra buyurmuştur. Bütün müminler Xədicə və Ümmü Sələmiyə ana deyirlər. Mən də sənə ana deyirəm kızım. Bismillahirrahmanirrahim. Peyğəmbər salavatullah buyurur. Allahın rəhmət qapısı 4 vaxt açılır. Birinci yağış yağan vaxtı, ikinci övlad məhəbbətlə valideynlərinin üzünə baxan vaxtı, üçüncü Kəbənin qapısı açılan vaxt, bir də evlən vaxtı. Sizin ən pisiniz evlənməyənlərdir. Onlar şeytanın qardaşı hesab olunurlar. Salavat Muhammed Ali Muhammedə. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurur. Qohumlarının yanına canı və malı ilə yaxşılıq etmək üçün gedənlərə 100 şəhid məqamı və hər addımına isə 40 savab verilir. Eyni-Nisa surəsi bizdə Allah Teala buyurur, həmçinin qohumluq əlaqələrini qırmaqdan qorxun. Allah köməyin olsun. Bismillahirrahmanirrahim. Peyğəmbər sallallahu buyurmuşdu. Allah Teala başqalarını evləndirməyə çalışan şəxsin hər addımına və sözünə bir illik gündüzlər, oruç gecələr namaz qılan şəxsin savabını yazar. Bir subayı evləndirən şəxsin başına Allah Teala qiyamətdə şahlığı tacını qoyar. Bismillahirrahmanirrahim. İmam Baqir Aleyhisselam buyurur. Qiyamət günü bəndədən ilk soruşacaqlar əməl namazdır. Əgər namazı qəbul olunacaqdırsa, əgər namazı qəbul olunacaqsa, başqa əməllər də qəbul olacaqdır. Əks halda namazsız əməllər ona heç bir fayda verməyəcəkdir. Bismillahirrahmanirrahim. İmam Baqir Aleyhisselam, İmam Əli Aleyhisselamdan rəvayət edir. Hər kim bu üç əməli etsə, elə bil ki, Allahla müharibə edir. 1. İnsanlara zülm etmək. 2. Qohumlarla əlaqəni kəsmək. 3. Yalandan and içmək. Peyğəmbər sallallahu buyurur, ibadət etmiş kimdir, ən üstünün halal qazansın. Peyğəmbər sallallahu onun görüşünə gələn bir nəfərdən əlin nəyə qabar olub soruşur. O da, ya Peyğəmbər, ailəmi dolandırmaq üçün bir və kəndimlə işləyirəm. Peyğəmbər onun əlindən özür deyir. Bu əl cəhənnəm odunun əl dəyməyəcəyi əldir.
Peygamber salavat. Peygamber salavatullah buyurur ki Allah Teala buyurur ki herkes mümine əziyyət edərsə mənimlə müaydə etmiş olur. Başqa hədislərdə də buyurur ki Peygamber müminin hürməti Kəbə evindən üstündür. İmam Kazım Aleyhisselam buyurur ki Allah Teala buyurur eğer kasıblar olmasaydı varlılar cennete girmezler. Ben kasıblar vasıtasıyla varlıları imtihan edirəm. Siyasi bir hadisede buyurur ki ümmetin kıyamet olan kasıbları. Sözüne geldiğinde ümmetin kıyamet olan kasıbları şimdi diye ki ki namazı, orucu, bütün emellerin kıyamette gıybet ediyor, hakkın yediği, konuşa zulüm edip, başkasının gıybetini böğürten danışıp, ona verilen nimetler ki hansı bazen biz Allah Kur'an'da buyurur ki size ruzu olarak verdimlerinizden ihsan ediyor. Biz ihsan etmeye hakkı çekiyoruz. Böyle bir atrafıma der, ağanın malı gelir muzdurur sana. Eğer Allah diye sana nimet vermişse, bu benimdir, her şey benimdir. Vermişim sana o başını sen salıp kazanırsan. Sen o nimetiyle belki yapıştığına bir özünü yapacaksın. Bismillahirrahmanirrahim. Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur. Komşunun boynu birinci komşuluk hakkı, ikinci oğluluk hakkı, üçüncü hakkı ise Müslüman olduğuna göre. Peygamber sallallahu aleyhi ve sellem buyurmuştur. Komşunla mehriban ol, kafir olsa bile. Allah razı olsun. Bismillahirrahmanirrahim. Allah Kur'an-ı Kerim Meryem suresinin 59. ayetinden buyurur ki, namazı terk eden hakkında buyurur ki, onlar namazdan el çektiler, nefs isteklerine uydular. Tezlikle onlar cehenneme atılacaklar. Allah kerim etsin. Mülkü suresi ayet 2'de. Mülkü suresi ayet 2'de ve Hud suresi ayet 7'de. Hansınızın əməl daha güzel olduğu sınamak için ölümü veya hayatı siz insanlar için yaradan odur. Xanım Zəhradan Əli Əleyhisselama belə hədis var ki, herkes Allah'a qiyamət gününə inanırsa, qonşusuna əziyyət etməsin, qonağa hörmət etsin, danışanda ya yaxşı danışsın, ya da sussun, danışmasın. Hadislerde var ki, kasıp müminler varlı müminlerden 500 yıl qabaq cennete girecekler. Bu 500 yılda varlılardan var dövlətin necə kazanıp, halal yolla yoksa haram yolla veya halal yolla xərclənib, haram yola və yaxud Allahın yoluna yoksa yığıb saxlayıb xərcləməyib. Bismillahirrahmanirrahim. Ali İmran suresi ayet 102'de ey iman gətirənlər, Allah'tan necə qorxmaq lazımdırsa, elə də qorxun. Ya səy edin ki, ancaq Müslüman olduğunuz halda öləsiniz. Arkadaşlar buyursun. Ölet suresi ayet 11'de buyurur. İnsan için onun əməllərini yazan Rəqib və Ətid adlı 2 mələkələrdə başqa, onun önündə və arxasında mələkələrdən olan nəzarətçilik var ki, Allahın əmri ilə daim onu qoruyurlar. Qaf 18'də və Tarik surəsi 4'də də həmin mələkələr xatırlanır. Hud surəsi ayə. Zalimlere dayak olmayın ki, ateş sizi de duyar ve o halda Allah'ın gayret himayetinden olmaz ve size kömek etmez. Evet. Maide suresi ayet 90'dan
Ey iman gətirənlər, həqiqətən şübhəsiz qumar və qumardakı piş oxları nəcis və murdardır və şeytanın iftiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız. Peyğəmbər sallallahu qədrxunda buyurur, ey iman gətirənlər, Allah mənim Mövlamdır, mən də möminlərin Mövlasıyam. Bu Ali kimin Mövlasıdırsa, Ali də onun Mövlasıdır. Qur'an-Kərimdə bir surədə də buyurur ki, sizin başqa gələn bütün müsibətlər öz əməllərinizin nəticəsidir. Yəni bizim bugün başımıza nəsə gəlirsə, bizim öz əməlimizin nəticəsidir. Burada Allah'ın heç söz yoxdur. Qardaşın sözünə qüvvə verən Allah Teala buyurur ki, sizə qismət olan yaxşı şeyi özünüz qazanmışsınız. Yaxşını mən verirəm, deyirsə, amma özünüz qazanırsınız. Yəni başqa gələn bəğardan qardaş deyən ki, mən özünüz məsələ günahkarsınız, amma yaxşını Allah Teala özü verir. Allah razı olsun. Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Bəqarə surəsi ayə 237-də mən sizinlə mehriban davrandığım kimi siz də bir-birinizə mehriban davranın və bir-birinizlə yaşlıq etməyi unutmayın. Bəqarə surəsi 227-də bunlar Allahın hökmlərindən, onlardan kənara çıxmayın. Burada da Allah yaradıb, nə üçün o varlığı yaradıbsa, o işlə də məşğuldur. Hər bir varlıq. Hər bir varlığın bir təyinatı var da. Necə ki biz insanlar nəsə istehsal edirik, onu müəyyən bir təyinat üçün. Paltar yuyan maşın paltar yumaq üçündür. Digər maşın onu sürmək üçündür, hərəkət eləmək üçündür. Soyuducu məsələn, filan funksiyanı yerinə yetirir. Hər bir şeyin bir təyinatı var, varlıq aləmi də belədir. Hər bir şey ki, Allah yaradıb, müəyyən bir iş üçün yaradıb. Və bütün yaradılmışlar, varlıqlar hamısı öz işi ilə məşğuldur. O şey ki, onun üçün onları yaradıblar, o işlə məşğuldurlar. Və varlığın nizamı belə təmin olunur. Hər bir varlıq ki, Allah yaradıb, nə üçün yaradıbsa, o işlə məşğuldurlar. Bir dənə insandır, ona azadlıq verilir, o azadlığından sui-istifadə eləyib, hər şeyə hakim olan nizamı pozur. Allah günəşi yaradıb bir şey üçün, yeri yaradıb bir şey üçün, ayı yaradıb, hamısı öz dəqiq işini görür. Nə üçün yaradıb, o başını aşağı salıb o işlə məşğuldular. Bir dənə bu insan varlıqlarının içindən insanı seçib, ona azadlıq verib, İnsan azadlığından sui-istifadə eləyib, bütün bu varlıq aləminə hakim olan o dəqiq nizamı bu pozur. Bütün şeyi xarab eləyir. Deyir, dünyanın alçaqlığına hədisdə var, dünyanın alçaqlığına bu kifayət eləyər ki, dünya yeganə yerdir ki, orada Allaha günah olunur. Bilirsiniz, nə qədər aləmlər yaradır. Mələklərin aləmləri təbəqə-təbəqədir. Varlıq aləmi çox əzəmətlidir. Biz əzəmət deyəndə yalnız bu planetləri, göyün, fəzanın cisimlərini nəzərdə tutmuruq. Mənəvi aləm var böyük əzəmətdə. O aləmin hər bir təbəqəsində özünə uyğun varlıqlar var. Hamısı dəqiq, saat dəqiqliyi ilə öz işini görür. Bir dənə insana ki, azadlıq verilib, bütün bu nizamı insan pozulur. Yeganə aləmdir, insanın yaşadığı aləm ki, orada Allaha üsyan olunur, orada Allaha günah olunur. Və bu böyük cəsarətdir Allaha günah eləmək, böyük cürət tələb eləyir. Odur ki, Allah bilir ki, günah nə qədər pis şeydir, bizi çəkindirir. Bu boyda varlıq aləminin yeganə məxluqu sənsən ki, bütün bu nizamı vurursan bir-birinə. Hamı öz işi ilə məşğuldur. Amma sən böyük cürət eləyirsən ki, Allahın huzurunda günah eləyirsən. Aləmlərin Rəbbinin huzurunda günah eləyirsən. Biz bunu dərk eləsək, kimin huzurunda yox? Kimə üsyan eləyirik? Bunu dərk eləsək, onda başa düşərik günah nə qədər pisdir. Bir qulam idi, Həbəşistandan gəlmişdi. Gəldi Peyğəmbərin yanına ki, mənə İslamı başa salın. Peyğəmbər ona başa saldı ki, kəlmə-i şəhadət dinən, Əşhədən la ilahə illallah Peyğəmbərinə şəhadət verdi, İslamı qəbul elədi. Bir müddət qaldı müsəlmanların yanında,
təlim alır, öyrənir İslam dinini. Gəldi Peyğəmbərə dedi ki, ya Rasulallah, Allahı tərif eləyəndə eşitmişəm, deyirlər ki, Allah hər şeyi bilir. Düz sözdür, Peyğəmbər buyurdu, bəli, gizlini və aşkarı bilir. Biraz fikrə getdi, dedi, ya Rasulallah, onda belə çıxır ki, mən günah eləyəndə görüb mənim bütün günahlarımı. Deyir, bəli, nə günah eləmirsən görüb. Deyir, bu sözü eşidəndən sonra fəryad elədi, nalə çəkdi, yıxıldı yerə. Deyir, gəlib onu tərpədəndə gördülər ki, canı bədənindən ayrılır, ruhu bədənindən çıxıb xəcalətdən, utanmaqdan. Ki, Allah məni görürmüş deməli, mən ona günah eləyə-eləyə Allah mənə baxırmış, o xəcalətdən utanıb dünyasını dəyişir. Bunu bir dənə insan başa düşsə, amma biz 10 neçə ildə eşidirik, başa düşmürük. O ərəb bir günə başa düşdü. Bir günə başa düşdü, amma biz danışırıq, başa düşmürük. Biz anlamırıq, başa düşmürük, kimə günah eləyirik, kimin huzurunda yox. Birinci öz ünvanıma deyirəm, insanın ürəyi nə qədər bərk ola ki, bu sözlər insanın ürəyində təsir qoymuyor. O bircə dəfə iman gətirməklə anladı nə var nə yox, başa düşdü. Həyadan yaşaya bilmədi, utandığından öldü ki, Allah mənə baxa-baxa mən günah eləmişəm. Harada olsaz Allah sizlə. Bu bir cümləni başa düşün. Səhl şuşləri alimlərimizdən biridir. Müəyyən mənada deyərəm ki, böyük mənəvi məqama sahib evlərində belə ağsaqqallar olsun ki, onları hidayət eləsin. İndi zaman dəyişib, ağsaqqallar zamanlarla dalaşır ki, namaz qılma. Ata qızına deyir, başını aç. Bu dəhşətdir, bu böyük faciədir. Ata qızına deyir ki, başını aç, məni biabır eləmə. Qardaş bacıya deyir, həyat yoldaşı var, xanımdır, başına hicab bağlamaq istəyir, əri qoymur. Ağsaqqal kişidir, saçı saqqalı ağarıb, oğul, uşaq ona din öyrədir və ona gülür, məsxərə eləyir, ona qadağan eləyir. Belə bir zamandır, amma qədim belə deyirdi əvvəllər. Əvvəllər ağsaqqallar cavanlara yol göstərərmiş. Demirəm, indi də dəyərli ağsaqqallar var. İndi də Allaha ibadət edən ağsaqqallar var ki, onların sayəsində biz hidayət olmuşuq. Onlar öz yerində, amma bunlar da var və bunlar çoxluq təşkil edir. Bir zikrin deyir, mən əhəmiyyətini başa düşdüm, ondan sonra deyir, mən islah oldum şuşləri. Nə var, başa düşdüm ki, ya hazır o, ya nazir, Allah mənə baxır, məni görür. Bir dənə bunu başa düşdüm. Nə qədər Quranda deyir, Allah elədiyinizi görür. Bunu nə qədər təkrar edir? Yəni, diqqətli olun, neyinirsiniz? Hər əməliniz təqdim olunur Allaha. Hər əməliniz təqdim olunur. İnsanın, o dəfə mən dedim, əməli qalxdıqca ruhu da qalxır. İnsan öləndə hədisdə var ki, mələklərin əlindən çıxar, uçar Allaha tərəf. Səbri olma, mömin insandan söhbət gedir. Mələklərin əlindən çıxar, gedər. Gedər, orada görər möminlərin ruhu oturub, uca aləmdə, uca məqamda. Dünyada tanıdığı möminlər gələr bundan görüşər, deyər, xoş gəlmişsən. Orada da elədir, danışırlar, biz oranı real hərdən təsəvvür eləyə bilmirik. Necə ana bətnində olan uşağa deyəsən ki, bir divar ayırır səni bir dünyadan ki, orada insanlar gəzir, yeyir, içir, yatır, işləyir, böyük binalar var. Bir divar səni oradan ayırır, nə qədər başası olsun, şuuru çatmaz inansın. İndi bizi də az fasilə ayırır o aləmdən. O fasilə çəkilsə, həmin o ruhlar görərik ki, oturub o aləmdə danışırlar. Bir təzə insan gələndə, gəlib deyərlər, xoş gəlmişsən. Sonra soruşarlar möminləri, deyərlər, filan kəsdən nə xəbər var, filan mömindən. Bu deyər ki, hələ sağdır, dünyada qaldı. Onlar deyərlər ki, inşallah Allah ona qismət eləsin, gəlsin, bizə qovuşsun. Birdən bir mömini soruşanda ki, o necədir, desə ölüb, bilərlər ki, o cəhənnəm əhlidir. Deyərlər, vay olsun ki, həlak oldu. Əgər saadətə çatmış olsaydı, bizə gəlib qovuşardı. Bunlar hamısı mənəvi aləmin hadisələridir. Bir dəstə İmam Səccad əleyhissalamın yanına gəldi. Dedilər, bizə bir hədis dinən. Ağa başladı danışmağa ki, mən Peyğəmbərdən sizə bir hədis deyim. Ki, bir nəfər ölübsə əgər, onu aparırlar bastırmağa, ruhu dayanır cənazəsinin üstündə, baxır, görür, yaxınları buna ağlayırlar. Qardaş ağlayır, ana ağlayır, bacı ağlayır, oğul ağlayır. İndi kimin nəyi var? Baxır, görür ki, yaxınları ağlayırlar. Bir o vəziyyətdə görəndə fəryad edir ki, ey mənim övladlarım, ey mənim əhlim,
Qoymayın dünya sizi allatsın. Dünya sizinlə oyun oynasın. Necə mənlə oyun oynadı. Mənlə oyun oynadı. Mən bir ömür mal topladım. Gedirəm hesab verməyə, keyfini başqası görəcək. Mən topladığım mal başqası xərcləyəcək, cavabını mən verəcəm. Lənəti olsun. Salavat Peyğəmbər aldı Peyğəmbər. Kendine o kardeşlerimiz behziyet gelecek. Ey diğeri kâne dönen Yahudi, ekberina kârıdan Yahudi. Ey diğeri kâne dönen Yahudi, ekberina kârıdan Yahudi. Ekberina kârıdan Yahudi. Uykunu şerfinden olan sallama, fitreti göllerde çoğalan zaman. Geldi kazan birini seden zaman. Yerine zafi birinden işar yağdı. Yerine zafi birinden işar yağdı. Ey diğeri kâne dönen yağdı. Ekberina kârıdan yağdı. Ey diğeri kâne dönen yağdı. Ekberina kârıdan yağdı. Ekberina kârıdan yağdı. Uygulu şerfinden olan kanrava, getiredi göller taş olan sevava. Geldi peygamberini seden özlava, yerine zafi birden nişan yağdı. Yerine zafi birden nişan yağdı. Ey diğeri kâne dönen yağdı. Ekberina kârıdan yağdı. Ey diğeri kâne dönen yağdı. Ekberina kâmülen yağdı. Ekberina kâmülen yağdı. Geri dudakımda olan kanrevan, titredi güller taş olan sadavan. Geldi peygamberini seden özlevan, yerine zafi birden nişan yağdı. Yerine zafi birden nişan yağdı. Ey diğeri kâne dönen yağdı. Ekberina kâmülen yağdı. Ey diğeri kâne dönen yağdı. Ekberina kâmülen yağdı. Ekberina kâmülen yağdı. Muhammed ve Ali Muhammed. Yezde şümle her meleğe, maliye, hep yana, ona şerif Allah lanet olsun.